Hanımlar ve cənablar, sizinlə danışan Təyyarə Bələdiyyə Hökmən Yuvadır. Gəmi kapitanı İqor Kişnyakin və Kinayət adına sizə Azərbaycan Hava Yollarının 82-43 sayılı Bakı Grozny istiqamətində uçuş yerinə yetirən İbrahim 190 təyyarəsində salamlayırıq. Uçuş müddəti 1 saat 5 dəqiqədir. Hamı kəmərlərini bağlasın. Hörmətli sərnişinlər, təlimata uyğun hərəkət edin, hər şey yaxşı olacaq. ...25 dekabr 2024-cü il. Bu tarix Azərbaycanın aviasiya tarixində ağrı, itki və faciə günü kimi yadda qaldı. Bir il əvvəl bugün Azala məxsus Embraer 190 tipli sərnişin təyyarəsi Bakı-Grozny reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradı. Faciə nəticəsində təyyarədə olan 62 sərnişin və 5 ekipaj üzvündən 38 nəfər həyatını itirdi. 29 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə sağ qaldı. Sağ qalanlar həmin gün yaşananların canlı şahidinə çevrildi. Həlak olanlar isə xatirələrdə, ürəklərdə və Azərbaycan aviasiya tarixində əbədi iz buraxdı. Faciədə həlak olan ekipaj üzvlərindən biri pilot Aleksandr Kalyaninov idi. Bugünkü həmsöhbətimiz də onun anasıdır. O, bizə Aleksandrın xatirəsini danışdı. Aleksandr Kalyaninovun anası hadisənin baş verdiyi günü belə xatırlayır. Reys erkən idi, ona görə də axşamdan mənə yazdı ki, mən Grozny'ya uçuram. Amma bundan sonra biz artıq o qədər də yazışmadıq. Mən ona uğurlar arzuladım. O da dedi, təşəkkür edirəm, çatanda sənə yazacam. Sonra rəfiqəm mənə zəng etdi, o Saşanın yaxın dostunun anasıdır. Onlar akademiyada birlikdə oxuyublar. O soruşdu ki, Saşa bugün Grozny'ya uçur? Mən təsdiqlədim. O isə dedi ki, təyyarə qəzaya uğrayıb. Onun da hamı kimi arzuları vardı. Evlənmək, ailə qurmaq, deyə Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova bildirir. Yelena xanım onu da bildirir ki, oğlu bu sahəni atasından ilham alaraq seçib. Atası pilot idi və onun işini, həyatını görmək, necə çalışdığını izləmək Saşaya da pilot olma arzusunu aşıladı. O artıq 9 yaşından bu xəyalla yaşayır, pilot olmaq üçün bütün səylərini göstərirdi. Bizim çox üstü münasibətlərimiz vardı. Bir-birimizə çox bağlı idik. O, həyatımın mənası idi. Bu həyatda etdiyim hər şeyi yalnız onun üçün edirdim. Həyat yoldaşımın vəfatından sonra o başa düşdü ki, bizim ailədə yeganə kişidir. Biz yalnız 3 nəfər idik. Həyat yoldaşım, mən və Saşa. O hər cür qayğı göstərməyə çalışırdı. Çox diqqətli və qayğıkeş idi. O vətəninə çox bağlı idi. Hətta Fransaya uçanda yazmışdı ki, fransız mətbəxi yüksək səviyyəli hesab olunsa da, o hər hansı yerdə milli mətbəximizlə rastlaşsa çox xoşbəxt olardı. Bizim mədəniyyətimizi, ümumiyyətlə hər şeyi yüksək qiymətləndirirdi. Dilimizi mükəmməl bilirdi. Milliyyətcə Azərbaycanlı olmasa da mədəniyyətimiz onun içində dərin kök salmışdı. Aleksandr Kalyaninovun anası onların bu fədakarlığının cəsarətdən daha çox vəzifə şüuru ilə bağlı olduğunu vurğulayır. Mənə elə gəlir ki, bu vəziyyət zamanı onların yeganə məqsədi təyyarəni eniş etdirmək və mümkün qədər çox sərnişini xilas etmək idi. Çünki artıq başa düşürdülər ki, əgər təyyarə idarə olunmaz olsa, itkilər qaçılmazdı. Amma onlar bütün səylərini göstərirdilər. Bu daha çox cəsarət deyil, vəzifə məsuliyyəti ilə bağlı idi. O mükəmməl başa düşürdü ki, salonda oturan insanların həyatı onların peşəkarlığından və hərəkətlərindən asılıdır. Hətta stenoqramı dinlədiyimdə eşitdim ki, o digər sərnişinləri sakitləşdirməyə çalışırdı. Mən düşünürəm ki, bu daha çox vəzifənin yerinə yetirilməsi ilə bağlı idi. Bəli, onlar bilirdilər ki, risk böyükdür, amma məsuliyyət daha böyük idi. Faciə anında ekipaj üzvlərinin verdiyi qərarlar, göstərdiyi soyuqqanlıq onlarla insanın həyatını xilas etdi.
Prezident İlham Əliyev bu hadisəni milli kədər kimi qiymətləndirdi. 26 dekabr ölkədə matəm günü elan olundu. Qəhrəman ekipaj üzvlərinin əməyinə dövlət səviyyəsində qiymət verildi. Qeyd edək ki, 2024-cü il dekabrın 25-də Bakı-Qrozny reysi üzrə uçan Embraer 190 təyyarəsi Rusiya hava məkanında kənar müdaxiləyə məruz qalaraq idarə etməni itirmiş və Qazaxıstanın Aktau şəhərinə yönləndirilmişdi. Prezidentimizin qətiyyətli siyasəti sayəsində bu faktlar üzə çıxdı. İnsan tələfatı olmasına baxmayaraq ekipaj üzvlərinin şücaəti sayəsində təyyarə qəza enişi həyata keçirib. Sərnişinlərin bir qismi xilas edilib. Göstərdikləri fədakarlığa görə Qışnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç, Əliyeva Hökümə Cəlil qızı milli qəhrəman adına layiq görülüb. Həmçinin Əsədov Zülfiqar Sərdaroğlu, Rəhimli Aydan Vaqif qızı 1-ci dərəcəli Rəşadət ordeni ilə təltif edilmişdi. Bu faciə bir daha göstərdi ki, qəhrəmanlıq ölümün gözünə dik baxmaq deyil. Qəhrəmanlıq qorxuya baxmayaraq vəzifəni yerinə yetirməkdir. Aygün Carçıyeva, Vüsal Bayramov, APA TV.